Hamilələr və süd verən analar oruc tuta bilərmi? Hamiləlik dövründə qadın orqanizmi yüklənmiş rejimdə çalışır. Uzun müddət ac və susuzluq hamiləliyin ilk 3 ayında qadınlarda arterial təzyiqin düşməsinə, toksikozun şiddətlənməsinə və dölün inkişafdan qalmasına gətirib çıxara bilər. Hamiləliyin orta və son aylarında isə susuzluq qanın qatılaşmasına, sidik yollarında infeksiyanın yaranmasına, uşaqlığın və ciftin qan dövranının pozulmasına və doğuşdan əvvəl sancıların yaranmasına gətirib çıxara bilər. Süd verən analara gəldikdə isə biz bilirik ki, süd 88% sudan ibarətdir. Oruc tutduqda südün miqdarı azalır və əgər sizin körpə ancaq ana südü ilə qidalanırsa, bu körpənin doymamağına və onun çəkisinin artmağına əngəl ola bilər. Bu səbəblərə görə hamilə qadınlara və süd verən analara oruc tutmaq məsləhət görünmür, amma yenə də son qərar tibbi və fərdi yanaşmaya görə dəyişə bilər.